Prostat vəzin xəstəlikləri hansı fəsadlara səbəb ola bilər? Ümumiyyətlə, prostat vəzi kişilərin əsas sinsiyyət sistemi orqanı olduğuna görə burada baş verən problemlər, burada baş verən iltihabi xəstəliklər təbiidir ki, kişilərin sinsiyyət sisteminə mənfi təsir göstərəcəkdir və bunun nəticəsində sidiyyət çıxmada və eyni zamanda cinsi fəaliyyətin pozulmasında müəyyən dəyişikliklər baş verəcəkdir. Məhz bu nöqteyi nəzərdən prostat vəzin xəstəlikləri mühüm əhəmiyyət kəsb edir. Bu xəstəliklər də iltihabi və infeksion, qeyri-infeksion ola bilər. İltihabi proseslər burada olan hər hansı bir xroniki iltihab prosesi nəticəsində yaranır və burada ilk növbədə durğunluq prostatiti və eyni zamanda vaxtilə keçirilən müəyyən xəstəliklərin fəsadı kimi xroniki prostatit formasında özünü göstərə bilər ki, bu pasientlərdə sidiyyət çıxma aktının pozulması, tez-tez sidiyyət çıxma, sidiyyət çıxarkən göynəmə, yandırma və yaxud da ki, sidik kanalına hər hansı bir ifrazatın gəlməsi halı kimi xroniki prostatit formasında özünü büruzə verir. Bəzi hallarda isə infeksion amilin bura qoşulması, yəni ki, vaxtilə keçirilən cinsi infeksiyalar və onların fəsadları və eyni zamanda hər hansı bir təsadüfi cinsi əlaqə zamanı yoluxma baş verir ki, bu zaman da sonda müalicə edilmədikdə xroniki prostatit kəskinləşə bilər. Məhz bu zaman ciddi olmaq, narahat olmaq lazımdır və həkimə müraciət etmək lazımdır ki, bunun qarşısı alınsın. Əks təqdirdə bu xəstələrdə cinsi zəiflik, ereksiyanın pozulması, sidiyyət çıxarkən qırıq-qırıq çıxma, tez-tez sidiyyət çıxma, gecə vaxtı sidiyyət durma, sidik kanalına müəyyən ifrazatın gəlməsi hallarını biz müşahidə edirik və bu da artıq prosesin dərinləşməsi və prostatitin fəsadı kimi bu xəstələrdə sonsuzluq və cinsi zəiflik kimi ciddi problemlər yarada bilər.